Good evening everybody. Axşamınız xeyir. Sabah Şarvan Yevlaq oyun sonrası mətbuat konferansında hər birinci bir daha xoş gördük. Əvvəlcə baş məşqçimiz Robert Dambrowskis oyunla bağlı fikirlərini bildirəcək. Daha sonrasında suallarınızı ünvanlaya bilərsiniz. Please coach your comments about today's match. Well, first of all, after the restart, congratulations to my team, to the players, to management and fans for a good win. I think it's not easy to win in this league as the previous results in the league show that nobody is winning easy, and I think like that the guys how we started and 3 goals in the first half, of course that is what we want to see. But of course, also I don't want to be negative when you win 4-1 and you create so many more chances. But it's still, first game. I really don't think that we played the best football, especially in construction and build-up phase. So there's a lot of growth also to be more clinical, because some chances that we created in other games we will have 1 or 2 like this. So there's a lot of things to improve, but it's also understandable that first game after the break is never easy, and we win and did what we have to do. So now again going back to work tomorrow and prepare for the next game, Zira on Saturday. So that is always a big and nice game to play. Əvvəlcə mən klub azarkeşlərini, rəhbərimizi, hər kəsi sezonun ikinci yarısı başlaması münasibətilə təşəkkür eləmək istəyirəm. Çox gözəl bir qalibiyyətlə başladıq bugünkü sezonun ikinci yarısının ilk oyununu. Əlbəttə heç də bu cür fasilədən sonra ilk oyunlarda udmaq heç də asan deyil. Əvvəlki nəticələr də bunu göstərir. Heç kim asanlıqla qalib gələ bilmir. Düzdür, birinci hissə 3 dəfə fərqlənsək də, baxmayaraq ki, böyük bir hesabla 4-1 hesabı ilə qalib gəlsə də, mən yenə də mənfi şeylər görürəm, hansılar ki, biz daha da artırmalıyıq, daha da düzəltməliyik. Xüsusilə məsəl üçün topla çıxarkən hücumların qurulmasında bəzən hücumların bitiriciliyində dəqiqlik çatışmırdı ki, bunları daha da inkişaf elətdirməliyik. Çünki qarşıdan gələn oyunlarda heç də biz bu qədər fürsətlər yaxalaya bilməyəcəyik. Amma başa düşüləndir bunların hamısı, çünki bir müddət fasilədən sonra yenidən başlamışıq. Heç də hər şey asan deyil. Biz indi bu qalibiyyətdən sonra hər şeyi unudaraq artıq sabahdan bərpa məşqimizə başlamalıyıq və qarşıdan gələn çox ağır zirə oyununa hazırlaşmalıyıq. Congrats on your victory. Thank you. Transferlər olacaqmı pəncərə? There is not a lot for the closing of transfer windows. Until this period, do you want to bring someone? I don't know, so many times I hear this question and I just give the same answer. We have a team, we have more than 20 players, and we are very happy with the team, and then we think that the potential is there and we're not playing still the best, and it's only the time is needed that we can grow and we can develop. And even those players what we have, if there's the right player around, okay, maybe we will see, but is not much I can say. My job is to coach the team, and that's what I'm focused. And the transfers is his management, and we club management and we in touch, and when the time will be right or when the player will be right, maybe. But till it's not concrete, till it's not confirmed, till it's only rumors, I absolutely have nothing to say about this question. Mən dəfələrlə bu suala cavab vermişəm. Bizim deyə bilərəm ki, 20-dən çox oyunçumuz var hal-hazırda və biz onların hamısının potensialına bələdik və deyə bilərəm ki, hələ də onlar özlərinin ən yaxşılarını hələ də əlimizdə olan oyunçular göstərməyiblər. Hələ də artırmalıdırlar, hələ də çox inkişaf eləməlidir. Əgər doğru bir oyunçu olarsa və biz görsək ki, bu oyuncu həqiqətən bizə uyğundur, ola bilər ki, oyuncuyu gətirək. Çox da şeylər demək istəmirəm. Mənim vəzifəm əlimin altında olan oyunculara məşq keçməkdir, onları inkişaf elətdirməkdir. Bu işlərlə daha çox klubumuzun transfer işləri ilə rəhbərlik məşğul olur. Biz də həmişə rəhbərliklə əlaqədəyik. Əgər doğru bir oyuncu olarsa,
istədiyimiz bir oyunçu olarsa onu gətirə bilərik. Çox da şayələrə, ortalıqda gəzən söz-söhbətlərə də inanmaq lazım deyil. Haqqlısınız.